Salam dostlar, bugünkü video dərsdə iki isbatın izahını sizlər üçün verəcəm. Deməli, birinci isbatımız belədir ki, ABCD müsbət ədədlər üçün isbat edin ki, bu bərabərsizlik doğrudur. Gəlin, bu bərabərsizliyin sol tərəfində belə bir çevirmə aparaq. Burada yazıram A kvadratı üstəgəl A üstəgəl 1 bölünsün A şəklində. Vurulsun. Ayrı-ayrı 4 dənə kəsirin hasili şəklində yazıram. Burada olacaq B kvadratı üstəgəl B üstəgəlinsin 1 bölünsün B şəklində. Burada olacaq vurulsun C kvadratı üstəgəl C üstəgəlinsin 1 bölünsün C şəklində. Burada da yaza bilərəm ki, D kvadratı üstəgəlinsin D üstəgəlinsin 1 bölünsün D şəklində. Bu da bərabərdir. Mən bu birinci kəsri toplananlara ayırsam, A kvadratı bölünsün A, o zaman olacaqdır A üstəgəlinsin A bölünsün A olacaq 1 üstəgəlinsin 1 bölünsün A. Bu yəqin ki, hamınıza aydın oldu. Sonra da burada da həmçinin elə, burada da elə, o tərəfdə yerləşməyəcək. Gəlin bunu buradan silin, bu tərəfdə yazın. Deməli oldu ki, belə kəsiri toplananlara ayırdıq. Burada oldu. A kvadratı bölünsün A. A üstəgəlinsin A bölünsün A. 1 üstəgəlinsin 1 bölünsün A. Burada da həmçinin olacaqdır. B kvadratı bölünsün B. Yəni B üstəgəlinsin B bölünsün B. 1 üstəgəlinsin 1 bölünsün B. Burada da olacaqdır. C kvadratı bölünsün C. Yəni C üstəgəlinsin C bölünsün C. 1 üstəgəlinsin 1 bölünsün C. Burada da olacaqdır. D kvadratı bölünsün D. Yəni D üstəgəlinsin D bölünsün D. 1 üstəgəlinsin 1 bölünsün D şəklində. Və bu şəkildə oldu. Və biz də bilirik ki, ABCD müsbət ədədlərdir. Və biz bunu da bilirik ki, müsbət ədədlər üçün biz bunu bilirik ki, A müsbət ədəddirsə, A üstəgəlinsin 1 bölünsün A nədir? Böyük bərabərdir 2-dən. Nə bilim, eyni qaydada B üstəgəlinsin 1 bölünsün B böyük bərabərdir 2-dən. Bunlar hamısı o zaman, bax, bu olacaq 2 plus 1. Çünki A plus 1 bölünsün A böyük bərabərdir 2-dən. Yəni bu özü, bax bu nədir? Böyük bərabərdir 3-dən. Bu da özü böyük bərabərdir 3-dən. Bu da eyni qaydada böyük bərabərdir 3-dən. Və bu da, çünki D plus 1 bölünsündə özü 2-dən böyük bərabərdir 3-dən. 1 gəlsək, bu da böyük bərabərdir nə olacaqdır? 3-dən. Bax, 4 dənə elə bil 3-dən böyük bir ədədi bir-birinə vursaq, nə olacaqdır? 4 dəfə daha doğrusu. O zaman 3 vur, 3 vur, 3. Yəni böyük bərabərdir. Bu da yekunda nə olacaqdır? Böyük bərabərdir. Nə olacaqdır? 81 olacaqdır. İkinci isbatımız isə belə bir isbatdır. Deyir ki, ABC 3 rəqəmli ədədi 27-yə tam bölündüyünü bilərək, ABC 3 rəqəmli ədədinin 27-yə tam bölündüyünü bilərək isbat edin ki, bu BCA 3 rəqəmli ədədi və CAB 3 rəqəmli ədədi də 27-yə tam bölünür. Buranı silək, bizə maneçilik yönətməsin. Deməli, uşaqlar, ABC 3 rəqəmli ədədi bilirsiniz ki, nədir? 100A üstəgəlinsin, nədir uşaqlar bu? 10B üstəgəlinsin C şəklində və bu bizə deyir ki, 27-yə nədir? Qalıqsız bölünür. Bu məsəl üçün bir 27K şəklindədir, tutaq ki. 27-də çünki deyir ki, qalıqsız bölünür. İndi bu BCA 3 rəqəmli ədədində biz bilirik ki, nə olacaq? 100B üstəgəlinsin 10C üstəgəlinsin A. Düzdürmü? Mən, bax, bunu ona vursam, yəni 100A üstəgəl 10B üstəgəl C, ona vursam bunu, nə olacaq burada? 1000A
üstəgəl 100B, üstəgəl 10C olacaqdır. Düzdürmü? Amma bunu yaratmaq üçün deməli burada nə etməliyəm? Çıx 999 A yazmalıyam. 999 A yazmalıyam ki, doğru bərabərlik olsun. Bax, 1000 A'dan 999 A çıxanda 1 A qalır. Bunu da buna vuranda 100B, bunu da buna vuranda 10C, heç bir şey dəyişmədi. Və biz bunu da bilirik ki, bu nədir? 27K şəklindədir. O zaman olacaq 10 vurulsun 27K şəklində çıx 999 A. Bu da bərabərdir. Buradan uşaqlar biz 27-ni orta vuruq kimi çıxartsaq, 27-ni orta vuruq kimi çıxarsaq, çünki 999-a 27-yə bölünür. 27-ni orta vuruq kimi çıxarsaq, burada 10K çıxılsın, 999-u da 27-yə bölək. Bu nədir ki uşaqlar? 3 vurulsun, 9 vurulsun nədir? 9 vurulsun 111'dir. 27'dəki nədir? 3'ün kvadratıdır, kubudur. Düzdürmü? 3'ün kubu. 999'dur da 9 vurulsun 111 yazdım. Bəli. Bu 111'i də yazıram. Elə 9 vurulsun 3 vurulsun 37. Düzdürmü? Ha, bölünür. Bəli. 27 bölünür. 37 qalır. Çıxılsın 37 A şəklində. Düzdürmü? Və bu hər nə olur olsun, artıq burada 27 vuruğu var. Bunu da mən yaza bilərəm. Məsələn, 27 bir M şəklində. Artıq mən gördüm ki, bu BSA ədədi də, BSA 3 rəqəmli ədədi də 27-yə qalıqsız bölünür. İndi bu qayda ilə, bax bu qayda ilə mən göstərə bilərəm ki, bu SAB 3 rəqəmli ədədi də 27-yə qalıqsız bölünür. Bax, SAB 3 rəqəmli ədədin yazılışı. SAB 3 rəqəmli ədədin mərtəbə varlığına ayrılışı. Olacaq 100C, bunu bilirsiniz. Üstə gəlinsin 10A, üstə gəlinsin 1B. Bunu da eyni qayda ilə, bax, bunu ona vursam, 100B, üstə gəlinsin 10C, üstə gəlinsin A. Ona vursam, nə alınacaq? 1000B alınacaqdır. 1000B alınacaqdır. Lövhə dayanmır. Külək imkan verməyəcək bizə. 1000B üstə gəlinsin 100C, fikrimi qarışdırdı. Üstə gəlinsin 10A, düzdürmü? Əlavə burada nə var? 999B var. Çıxılsın 999B yazacağım. Yenə də doğru bərabərlik alınacaqdır. Baxın, 1000B-dən 999B çıxsaq 1B qalacaqdır. Onu ona vuranda 100C, onu A'ya da vuranda 10A tamamilə doğru. Və biz bilirik ki, bu 27M şəklindədir. 10 vurulsun 27M şəklində çıx 999B. Artıq biz bilirik ki, 999 nədir? 27-yə qalıqsız bölünür. Buranın 27-ni ortaq vuruq kimi çıxarsaq, qalır burada 10M çıxılsın 37B. Və buradakı hər nə olur olsun, bunu da biz yaza bilərik ki, 27 bir məsəl üçün N şəklində. Beləliklə isbat elədik ki, bu SAB 3 rəqəmli ədədi də 27-yə qalıqsız bölünür. Bu qədər. Növbəti videolarda görüşənədək.